Amerikalı rejissor Steven Spielberg bəhs etməyə hazırlaşdığımız bu şəxs haqqında deyirdi. O dünyanın ən yaxşı canisidir və həmişə də belə qalacaq. Oğul Raziv isə atam həyatın bütün sahələrindən olan insanlar tərəfindən sevilirdi. Hətta polis və siyasətçilər tərəfindən də sözlərini söyləmişdi. Hindistanın nüfuzlu ingilis dilli qəzeti Times of India ona vəfatı ilə əlaqədar ehtiram əlaməti olaraq bir yazı həsr etmişdi. Yazı belə adlanırdı. Silahlar yoxdur, yalnız güllər. Onun ekranda bircə anlıq görünməsi kifayət idi ki, minlərlə, milyonlarla tamaşaçıda qəzəb oyansın, nifrət yaransın. 1932-ci il iyun ayının 22-sində o vaxtlar Britaniyanın tərkibində olan Hindistanın Calandhar şəhərinin Pəncab ştatında dünyaya gəlmişdi Amrish Puri. Ailədə 5 uşaq idilər. Hirachal Pradesh ştatının Şimla şəhərindəki kollecdə oxuyarkən Britaniya müstəmləkəçiliyinə qarşı çıxan radikal gənclərdən ibarət Milli Könüllü Təşkilat adlanan hərəkata qoşulur. Siyasət Amrişi o qədər cəlb edir ki, kolleci bitirəndən sonra təhsilini universitetdə siyasi iqtisadiyyat fakültəsində davam etdirmək qərarına gəlir. Amma kino aləmi də Amrish Purini ofsunlamışdı. Bu onda hələ məktəbdə oxuduğu illərdən vardı. Məktəbli vaxtlarında dərslərini yaxşı oxuyan, dəqiq elmlərə xüsusi maraq göstərən Amrish fleytada çalmağı bacarır, fotoqrafiyaya maraq göstərirdi. Elə bunlar da onun teatra və kinoya meyil salmasına səbəb olmuşdu. Beləcə özünü kinoda sınamaq qərarına gəlmişdi. 22 yaşından etibarən kastinglərə getməyə başlayır. Lakin rejissorlar, prodüserlər ona hər dəfə rədd cavabı verirdilər. Belə rejissorlardan biri Devendra Goel idi. Goel Amrişin sərt simasını, gözəl bariton, məxməri səsini qorxunc adlandırmış, kinoda heç vaxt uğur qazanmayacağını bildirərək onu filmə çəkməkdən imtina etmişdi. Bu Amrişi ruhdan salmamışdı, əksinə kinoya olan marağını 1-ə 5 artırmışdı. 50-ci illərdə Amrish həmin vaxtlar Bombay adlandırılan Mumbaya gəlir. Cibindəki az miqdar pul, yaşayış şərtlərinin çətinliyi də onun əzmini qıra bilməmişdi. Çox sonralar 3 məfhumu, səbri, əzmi, inatkarlığı həyatının əsas prinsipinə çevirdiyini deyən Amrish, kim bilir, bəlkə də bu qənaətə elə həmin çətin günlərdə gəlibmiş. Bombayda Əmək Nazirliyinə bağlı bir sığorta şirkətində işə başlayan Amrish Puri yorulmaz işgüzarlığı, səyi, ciddi nizam-intizamı ilə seçilirdi. Bu sahədə düz 20 il işləsə də, kinonun sirli cazibəsi onu özünə çəkməkdə idi. Puri davamlı olaraq kastinglərə gedir və rədd cavabı alırdı. Kino rejissorlar, prodüserlər onu istedadsız adlandırırdılar. Həmin ərəfələrdə Amrish Puri Hindistanın Milli Dram məktəbinə daxil olur. Burada məktəbin rəhbəri Hindistanın məşhur rejissoru və aktyoru İbrahim Əlkazi ilə tanış olur. Onun kursunda təhsil almağa başlayır. İbrahim Əlkazi ilə tanışlıq onu başqa bir məşhur rejissor, dramaturq Satyadev Dubey ilə tanışlığa aparıb çıxardır. Bu insanlarla tanışlığı Amrish Purinin həyatını demək olar büsbütün dəyişdirir. Bu iki nəhəng incəsənət adamı Puridə qeyri-adi istedadın olduğunun fərqinə varırlar. Onu dalbadal rədd edən kino rejissorlardan fərqli olaraq Purinin aşıb-daşan istedadını kəşf edir və başa düşürlər ki, bu istedada azca təkan vermək bəsdir ki, o öz nəhəngliyini sübut etsin. Elə də olur. Satyadev Dubey Purini özünün Teatr Unit adlı teatrına dəvət edir. Qeyd edək ki, Dubey adi insan deyildi. 60-70-ci illərdə Hind teatrı məhz Dubeyin sayəsində canlanıb qüdrətli dövrünü yaşamağa başlamışdı. Belə bir insan Purini teatrına dəvət edirdisə, deməli onun hansı uğurlar qazanacağını da bilirdi. Özündən 3 yaş kiçik olan Dubeyi ustadı hesab edən Puri, onun gözləntilərini doğruldur. Həm də Dubeyin gözlədiyindən daha çox doğruldur. Sığortadakı işi ilə paralel olaraq teatrda da fəaliyyət göstərən Puri, 60-cı illərdən başlayaraq səhnədə bir-birinin ardınca parlaq rolları ilə uğurlar qazanmağa başlayır. Purinin sorağı get-gedə yayılır. Hindistanın tanınmış adamlarının bir çoxu tamaşalara məhz onun oyununa baxmaq üçün gəlirdilər.
Hörmətli izləyicilərimiz, dostlarım, bir müddət əvvəl fəaliyyətə başlayan kanalımızda ötən müddət ərzində azad sözün, alternativ fikrin müdafiəçisi və daşıyıcısı kimi müxtəlif proqramlar hazırlayıb təqdim etmişik. Arzularımız böyük, planlarımız zəngin, yolumuz çətin və uzundur. Bu yolda bizi indiyə kimi tək qoymadığınız üçün sizə minnətdarlığımızı çatdırmaq istəyirəm. Davam etdiyimiz yolda bundan sonra da bizə dəstək olmaq üçün kanalımıza abunə ola, videolarımızı bəyənə, rəy yaza, həmçinin maddi dəstək üçün aşağıda qeyd etdiyimiz hesaba köçürmə edə bilərsiniz. Biz sizə arxalanır və inanırıq. Hind teatrının modernləşməsində böyük rolu olan Amrish Puri 1968-ci ildə ilk teatr mükafatını qazanır. Hindistan teatrının əsas fiqurlarından hesab olunan Puriyə 1979-cu ildə Hindistanın nüfuzlu mükafatı olan Sangit Natak Akademi mükafatı da təqdim olunur. Bunu da qeyd edək ki, Amrish Puri öz qazancının böyük bir hissəsini çalışdığı teatrın saxlanmasına sərf edirdi. O ömrünün sonuna qədər öz sevimli teatrını unutmayacaq və bu xeyirxah ənənəsinə sadiq qalacaqdı. Amrish Puri 1975-ci ildə 20 il işlədiyi yerdən ayrılaraq özünü bütünlüklə incəsənətə həsr etmək qərarına gəlir. Xanımı Urmila Divekar onun bu qərarına dəstək verir, ərinə arxadayaq olur. Teatrdakı nüfuzu Amrish Puriyə həm radioda işləmək, həm də televiziya reklamlarında çəkilmək imkanı qazandırmışdı. Səsinin milyonlarla vurğunu, heyranı vardı. 1970-ci ildə rejissor Dev Anand Amrish Purini Sevgi Pərəstişkarı filminə dəvət edir. Puri burada quldur obrazını oynayır. 1971-ci ildə növbəti filmə çəkilir. Bu, Sunil Dattın Reshma və Shera filmi idi. Filmdəki Rəhmət xanı obrazı ilə Puri rejissorların diqqətini daha da cəlb edir. Lakin kinoda ilk ən böyük uğur ona rejissor Satyaraju Lakshminarayanın 1980-ci ildə çəkdiyi Biz 5 nəfərlik filmi ilə gəlir. Filmdə canlandırdığı qəddar, alçaq Vir Pratap Singh rolu Amrish Purini bütün dünyada məşhurlaşdırır. Məhz bu roldan sonra aktyor yaradıcılığında özü üçün yeni bir yol müəyyənləşdirir. Mənfi obrazları canlandırmaq qərarına gəlir. Aktyor bu qərarına demək olar 2-10 illik ərzində sadiq qalacaqdı. 1986-cı ildə rejissor Subhash Qayın çəkdiyi Günahsız Qurban filmindəki obrazı aktyorun şöhrətini daha da artırır. Həmin il o, ən yaxşı ikinci plan kişi rolu nominasiyasında Filmfare mükafatını qazanır. Qeyd edək ki, Filmfare mükafatı Hindistanın məşhur və nüfuzlu film mükafatlarından biridir. İlk dəfə 1954-cü ildə təqdim olunan və Hindistanın Oscarı adlanan bu mükafata Amrish Puri 3 dəfə layiq görülüb. 1975-ci ildə rejissor Ramesh Sippinin çəkdiyi dünyaca məşhur Qisas və Qanun filmində aktyor Amjad Xanın oynadığı Gabbar Singh obrazı Hind kinosu tarixində ən ustalıqla ifa edilmiş mənfi rol kimi yadda qalmışdı. Bu roldan sonra ən azı onun qədər güclü aktyor ifası ilə yaradılan ikinci bir mənfi obraz yox idi. Ta ki 1987-ci ilə qədər. Həmin il Shekhar Kapur çəkdiyi Cənab Hindistan filmindəki Cani, Quldur Mogambo obrazına aktyor Anupam Kheri dəvət etmişdi. Amma istedadlı aktyorun ifası rejissoru qane etmirdi. Kher rejissorun təsəvvüründəki Mogambo obrazını yarada bilmirdi. Buna görə də Kapur çəkilişi yarda saxlayır. Bu obrazı aktyor tapmaq üçün çox axtarmalı olmur. Ona Amrish Purini məsləhət görürlər və film ekranlara çıxanda Hind tamaşaçıları əsl heyrət yaşayırlar. Bəzən sadəlövhlük göstərən Cani Mogambo obrazını Amrish Puri elə məharətlə, o qədər təbii yaratmışdı ki, baş rol ifaçıları belə onun kölgəsində qalmışdılar. Hind tamaşaçısı Purinin yaratdığı Mogambo obrazının təsiri ilə onun statlarını təkrarlayırdı. Amrish Purinin yaratdığı kino obrazlardakı aktyorluq ifası, yüksək peşəkarlığı, obrazı tamaşaçıya hiss etdirməsi həm kino tənqidçilərin,
həm də tamaşaçıların yüksək qiymətini alırdı. Onu bütün zamanların ən böyük canisi adlandırırdılar. Hind kinosunun görünən üzündən başqa bir də az tanınan başqa bir üzü sahəsi var. Bu Hindistanda paralel sinema adlanan alternativ kino hərəkətıdır. İtalyan kinorealizminin təsiri ilə yaranan bu kino cərəyan Bollywood filmlərindən ciddi surətdə fərqlənir. Bilməyənlər, Hind filmi adı gələndə dodaq büzənlər üçün qeyd edək ki, bu fərqli, çox fərqli bir Hind kino sənayesidir. Daha çox siyasi, sosial elementlərlə zəngin olan paralel kinonun rejissorları da Amrish Purinin aktyor dühasından yan keçə bilməyib, ara sıra onu filmlərinə dəvət ediblər. Puri bu kino hərəkatında da imzasını parlaq şəkildə qoyan aktyorlardan biridir. Təsadüfi deyil ki, onun sorağını alan Steven Spielberg 1984-cü ildə çəkdiyi Indiana Jones Tale Məbədi filminə Amrish Purini mənfi personaj olan Mola Ram roluna dəvət etmişdi. Puri dəvəti qəbul etmək istəmirdi, amma dostu İngilis rejissor Richard Attenborough Purini fikrindən daşındırıb bu filmdə çəkilməyə razı salır. Hollywoodun qapıları Puri üçün taybatay açıq olsa da, o bu filmdən sonra Hollywoodda çəkilməkdən imtina edir. İti, lazer şüası kimi parlaq gözləri, qorxunc gülüşü ilə tamaşaçıda qorxu, təşviş yaradan Amrish Puri ekranda nə qədər sərt görünsə də, həyatda bir o qədər sadə, mehriban, qayğıkeş insan olub. Əbəs yerə deyil ki, rejissor Mahesh Bhatt haqqında danışarkən onu insanların sevdiyi cani kimi xarakterizə etmişdi. Amrish Puri həmişə mənfi rollar ifa etməmişdi. 90-cı illərdə kinoda müsbət rollarda da çıxış edirdi. Puri cani rollarını böyük istedadla, məharətlə canlandıran, cinayətkarın özündən daha çox cinayətkar təsiri bağışlayan aktyor idi. Onun bu rollardakı peşəkarlığı elə yüksək səviyyədə idi ki, hətta Hind kino aktyorları hansısa bir cinayətkar obrazını ifa edəndə bunu Amrish Purinin rolunu oynamaq adlandırırdılar. Mənfi rollara niyə bu qədər çox çəkilməsi ilə bağlı suala aktyor bir müsahibəsində belə cavab vermişdi. Mənim əsas marağım aktyorluq və işdir. Mən yalnız cani rollarını oynamaq istəyirəm. Dünyada mövcud olan müxtəlif növ pislikləri göstərmək, zülmün hər çaları və formasını nümayiş etdirmək istəyirəm ki, insanlar bunlardan xəbər tutub, onlara qarşı hazırlıqlı ola bilsinlər. Görəsən, kinoşünaslar tərəfindən zarafatla Hind kinosu qəhrəmanlarının düşməni adlandırılan əfsanəvi aktyor 2005-ci il yanvarın 12-sində əməliyyat zamanı beyninə qan sızmasından vəfat edəndə kinosevərlər buna hazır idilərmi? Çox güman deyildilər. Çünki dünya heç vaxt öz işini, sənətini ustalıqla yerinə yetirən insanların ölümünə hazırlıqlı olmur.